Değerli dostlar, belə bir hala evimiz satışa çıxıb. Qapısının ağzından kimi asfalt yoldur. Uzaqdan da olunan sistemlə təchiz olunmuş jalüzi qapı, pedalı üçün əlavə kaletka qapı, həyətyanı sahəyə 2 maşın sərbəst şəkildə daxil ola bilir değerli dostlar. Bir maşın o hissə, bir maşın bu hissə. Deməli, drenaj sisteminə kimi çəkilib, əvvəldən axıracan cüt kubiklə inşa olunub. Diqqətlə izləyin, məlumatları nəzərinizə çatdırım. Deməli, kürsünün tamamında ümumiyyətlə beton kəmər gedib. Bütün tinlərdə kolonlardan istifadə olunur. Mərtəbə arası monolit betondur. İkinci mərtəbənin yekunda üzr istəyirəm. İkinci mərtəbənin yekunda da beton kəmər atılıb değerli dostlar. Ara divarlarda daxil olmaqla. Və evin dörd bir tərəfinə drenaj sistemi çəkilib. Əsasən də üst tərəf hündür ərazidədir. Qapısının ağzına kimi asfalt yoldur. Tam yaşayışlı ərazidə değerli dostlar. Qazın suyun işığın fasiləsiz olduğu, mərkəz kanalizasiyasının fəaliyyət göstərdiyi yaxşı bir ərazidir. İsidilməz kombi vasitəsilə həyata keçiriləcək kombi aparatının yeri orada nəzərdə tutulub. Bu hissələrdə də görürsünüz gül çiçəyi əkilib. Qiyməti real qiymətdir 169 min manatdır değerli dostlar. 169 min manatda təklif olunur. Real qiymətdir. Şişirdilmiş qiymət deyil, real bazar dəyəri müəyyənləşdirilib. Alıcılarla deməli razılaşmaq mümkündür hörmətli dostlar. Giriş isə bu qaydadadır. 5 otaqdan ibarətdir bu gözəl evimiz. İdeal formada təmir olunub. İlk mərtəbədə yerləşir sağ hissədə mətbəx sahəsi değerli dostlar. Geniş mətbəx sahəsi mövcuddur. Qranit gördüyünüz yerlər isti döşəmədir. Mətbəx də daxil olmaqla bütün otaqları televiziyanın və kondisioner xətti çəkilib hörmətli izləyicilər. Daha sonra elə sağla davam elə sağda yerləşir ilk mərtəbənin yataq otağı. Belə bir yataq otağı mövcuddur. Daha sonra bu hissədə yerləşir belə bir zal hissə hörmətli dostlar. Belə bir deməli zal hissə mövcuddur. Geniş zal hissəsi var. İki mərtəbədə otaqlardan başqa digər tərəfdə isti döşəməli işıqlandırmada spotlar, gizli işıqlar, çılçıralardan istifadə olunub və geniş vitraj pəncərələr nəzərdə tutulub. Daha sonra əlavə olaraq burada yerləşir ilk mərtəbənin sanitar qovşağı. Bax, burada da əl yumaq üçün yer düzəldə bilərsiniz. İlk mərtəbənin sanitar qovşağı. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyasının fəaliyyət göstərdiyi bir ərazidə masajır dairəsinə çox yaxın Bakı-Sumqayıt yolunun üzərində də qapısının ağzına kimi asfalt yoldur hörmətli dostlar. İkinci mərtəbə ilə də tanış olaq, təqdimatı yekunlaşdıraq. Buradan qalxırıq ikinci mərtəbəyə. Bütün rənglər harmoniya təşkil edir. Bütün rənglər bir-birinə uyğun seçilib. Masajır dairəsinə yaxın Bakı-Sumqayıt yolunun üstündə. Qapısının ağzına kimi asfalt yoldur. Hündür, nəmişlikdən, rütubətdən kənar, drenaj sisteminə kimi, kolonlarına kimi bütün işlər deməli maksimum keyfiyyətlə həyata keçirilib. İkinci mərtəbə ilə tanış edeyim sizi. Bax, burada yerləşir belə bir yataq otağı değerli dostlar. İkinci mərtəbədə artıq radiatorlardan istifadə olunacaq isidilmədə. Belə bir yataq otağı burada ailə üçün nəzərdə tutulmuş. Növbəti belə bir yataq otağı, eyvan sahəsinə də çıxış var. Burada isə ümumilikdə yerləşir 5-ci otaq. Qeyd etdiyim kimi hər otağı kondisioner və TV xətti çəkilib. Qoşadaş mərtəbə arası monolit beton drenaj sistemi üçün mövcuddur. Kolonlarla inşa olunub və ümumi mərtəbənin yekunda beton kəmər atılmış əlavə bir evdir değerli dostlar. Qiyməti 169 mindir. Masajlı dairəsinə Bakı-Sumqayıt yoluna yaxın, mətənətlərə çox yaxın bir məsafədə yerləşir. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.